Kimsəsizlər evindəki bir uşaq gecə Quran oxuyaraq dırnağını yeyirdi və Allaha deyirdi: Anam ölüb, yoxsa canı qutarıb? Neçə vaxtı döyülmür. Görən indi belindəki göyərtilər sağalıb, sol dizində sıyrıq vardı. O qalıb, biraz susub, yenə dedi Allaha: Qucağımda göndərdiyin kitab var. Yazmısan ki, cənnətdə də şərab var. Atam ora düşəcəksə, gizlə şərab şüşəsin. Ya da anam oradadırsa, atam ora düşməsin. Ya da anam oradadırsa, atam ora düşməsin.